nemət insanın əlində ikən, insan demirəm, hər kəs bilmir. Amma bunu əminliklə və qətiyyətlə söyləyə bilərəm ki, bilənlərin əksəriyyəti də yetəri qədər bilmir. Məsələn, mən demirəm, burada olanların əksəriyyəti ata-ana qədri bilmir. Yox, sözüm elə başa düşülməsin. Amma bunu əminliklə söyləyə bilərəm ki, bilirəm deyənlərin əksəriyyəti də yetəri qədər bilmir. Görürsən, sən hər gün atanı, ananı zəng vurub, onun atanın, ananın halını, keyfini soruşmaq əvəzinə, hava biraz çox soyuq olanda görsən, ata zəng vurur, ana zəng vurur ki, oğlum, bugün hava soyuqdur, ha? Yola çıxanda, maşını sürəndə, işə gedəndə, əyni qalın elə, maşını asta sür, imkan olsa maşından istifadə eləmə. Görürsən, sən onlar üçün narahat olmaq əvəzinə, hələ o yaşda belə onlar yenə sənin üçün narahatdır, sənin nigarançılığı yaşayır. Belə də bəzən ata-ana heç günlərlə yadıva düşmür. Amma dünyasını dəyişəndən sonra 40-ına qədər indi dini camiyyədə olanlar Nohə Mərsiyə qoyur, biraz o bir aləmdə olan Seygahdan, nə bilim də bir qəmli muğamatlardan ana məsələn muğamı qoyur, ata Seygahı qoyur. Heç sağlığında, heç ata necəsən, anam necəsən, heç soruşmur da, ha? Amma 40 gün statusunda baxırsan ki, elə adamın gözyaşı dayanmır. Adam elə ahuzar eləyir. Gedir bir qəbrin üstündən bir şəkil çəkdirir. 20 ildir sağlığında bir dəfə heç anası ilə, atası ilə bir selfie eləyib, bir şəkil çəkdirməyib, ha? Amma indi orada biraz qəmli nüanslar var da, müəyyən yerlər var. Yəni, gərək belə şeylərdən insan xal tutmasın. Belə şeylərlə tərəfə özü xilaskar kimi, fədakar kimi göstərməyə çalışmayasan.